Astara rayonu Sərək kəndində bir neçə gün əvvəl yağan güclü yağışlar kəndin avtomobil körpüsünə ciddi ziyan vurub. Körpünün torpaq qatı yuyulub, üst hissəsi isə tamamilə qəzalı vəziyyətə düşüb. Ərazidə yaşayanlar bildirirlər ki, körpü qəzalı vəziyyətə düşdükdən bəri gündəlik gediş-gəliş üçün körpüdən ehtiyatla istifadə edirlər. Avtomobili olan sakinlər isə çayın içindən keçərək işlərinin arxasınca gedirlər. Bu körpü 10 il bundan qabaq bir ara dağılmışdı. Bəli. Cəmiyyətin köməyi ilə o vaxt sapı da var idi. Mən onu 30 il bundan qabaq. O vaxt bunu bir kere remont elədik. Sonra öz vasitələrimizlə bu üstəki torbaları özümüz kənd aksiyakolu uşaqları ilə yığışdılar, pul yığdılar, bunu qoydular. Bəli. İndi də sel gəldi, apardı. Sel nə vaxt gəldi bu vəziyyətə Bir saldı? həftə bundan qabaq. Bu hala saldı. Bəli. İndi keçmək mümkün deyil ya. Yox, uşaqları yox, balaca uşaqlar əlindən götürürlər, valideynlər aparırlar, bu böyüklər özləri keçirlər. Yağış yağdırırsan heyvanlar qalır. Heç gün mümkün deyil. Buradan keçilmir. Keçmək yox. Kəndin sakinlərini daha çox qarşıdan yağışlı günlərin gəlməsi narahat edir və onlar aidiyyəti qurumlardan qəzalı körpünün qısa müddətdə təmir olunmasını istəyirlər. Buradaki vəziyyət tamamilə berbat vəziyyətdə. Yəni ki, burada keçmə vəxşi olmayacaq. Çünki su səviyyəsi biraz azdır, maşınlar biraz yəni keçmə olur. Yəni uşağı məktəbə yəni aparmaq olur. İndi su yağışlar başlasa, yəni vəxşi burada geliş-gəliş dayanılacaq. Yəni bu kənddəki bu körpüdəki 10-15 kəndi birləşən bir körpüdür. Yəni məktəbə getmək uşaqları mümkün olmayacaq aparmaq. Suyun səviyyəsi çoxalanda burada gediş-gəliş dayanır. Yəni inanırıq ki, tez müddətdə bizim səsimizə səs verib bu körpünü 5 gün düzəldirlər inşallah. Ayın 21-i səhər yağışdan sonra bu körpü çöküb qalır. Bu da gediş-gəliş çətindir. Uşaqları məktəbə göndərmək olmuyor. Fikrimiz qalır, özümüz gəlirik, uşaqları buradan keçiririk. İndi su azdır, müqəvvəti maşın oradan çıxır. Axşam leysan oldu, su oldu, qəti mümkündür. Kən qalır Balakada şəklində. Yol yoxdur, heç də mümkündür. Xahiş edirik, aidiyyəti orqanlardan bunu nəzərə alsın. Qəzalı avtomobil körpüsü ilə bağlı Astara rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, qəzalı körpü Sərək, Deqadi və Səlivə kəndlərini birləşdirir. Yağan yağış nəticəsində sel suları körpünü yararsız vəziyyətə salmışdır. Əraziyə müvafiq qurumlar tərəfindən baxış keçirilmiş. Körpünün təmir olunması nəzərdə tutulmuşdur. Qeyd edək ki, Sərəng kəndi Azərbaycanın milli qəhrəmanı Yalçın Nəsirov və Sovet İttifaqı qəhrəmanı Ağa Həsən Nəhmətovun doğulduğu kənddir.